Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində ümumilikdə 63 min hektar əkin sahəsinə xidmət edir. Hazırda rayon ərazisində yerləşən əkin sahələrində fasiləsiz suvarma davam edir. Bundan başqa idarə abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olması istiqamətində, o cümlədən kanalizasiya şəbəkəsində də xeyli işlər görüb. Belə ki, rayonun Muğallı kəndində yerləşən Qalatəpə su anbarında anbarın lil və qumdan təmizlənməsi, xlorla yuyularaq dezinfeksiya işləri aparılıb. Ağcabədi şəhərində baş vermiş kanalizasiya xətlərində olan tutulmanın aradan qaldırılması üçün kanalizasiya yuyan maşın vasitəsilə 5950 paqonometr kanalizasiya xətti yuyulub və 115 kanalizasiya baxış quyusu təmizlənib. Hər il olduğu kimi bu ilin də istismar tədbirlər planına uyğun olaraq idarənin balansında olan su anbarları, nasos stansiyalar və subarteziyan quyuları cari və əsaslı təmir olunmuş, o cümlədən suvarma kanalları və kollektor drenaj şəbəkələri lildən və çöküntüdən təmizlənmişdir. Bildirirəm ki, idarəmizin içməli su təsisatı sahəsi üzrə bu il ərzində cari problemlərin həlli istiqamətində mühüm işlər görülmüş, o cümlədən xidmət sahəmizdə vətəndaşlara fasiləsiz içməli suyun verilməsi təmin olunmuşdur. İdarə tərəfindən içməli sular və kanalizasiya sistemləri üzrə rayonun xidməti ərazisində 54 ədəd su xəttləri və kanalizasiya xəttlərində yaranmış qəzalar aradan qaldırılıb və 63 ədəd sayğaclar yenisi ilə əvəzlənib. Hazırda Ağcabədi şəhərində əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur. Yaxşıdır, şikayətimiz yoxdur. Nəsə bir şey olarsa zəng edirik, gəlirlər, dərhal düzəldirlər, aradan qaldırırlar olan fəlakəti. Yaxşıdır. Ağcabədidə əkin sahələrinin normalara uyğun və vaxtında suvarma suyu ilə təmin olunması idarənin başlıca vəzifələrindən biridir. Cari ildə əkilmiş 24080 hektar taxıl sahəsi səbsuvar və birinci, həmçinin ikinci vegetasiya suyu ilə təmin olunub. 11811 hektar pambıq sahəsi arat və səbsuvar olunub. Digər kənd təsərrüfatı bitkiləri isə 3,5-4 dəfə suvarılıb. Cari ildə 72 ədəd subarteziyan quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, o cümlədən 43 ədəd subarteziyan quyusunun elektrik mühafizə işi yenisi ilə əvəz olunmuş və 154 subarteziyan quyusunda cari təmir işləri həyata keçirilmişdir. Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əsas fəaliyyəti balansda olan 1649 km suvarma kanalı, 1663 km kollektor drenaj şəbəkəsi, 2245 ədəd hidrotexniki qurğu, 54 ədəd elektrik nasos stansiyası, 1069 ədəd subarteziyan quyusu, 6 ədəd səyyar nasoslar, 2 ədəd üzən nasos, 5 ədəd inzibati və 16 ədəd yaşayış binasının istismarı və təmiri ilə məşğul olmaqla əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir.